Salam, coğrafiya 9-cu sinif, kiçik summativ qiymətləndirmə nömrə 4 üzrə nümunəvi suallara baxırıq. Deməli, birinci sual. Daha çox mənimsənilmiş təbii zonaları seçin. Deməli, təbii şəraiti və iqlimi daha yaxşı olan ərazilər insanlar tərəfindən daha geniş mənimsənilmiş ərazilərdir. Rütubətli ekvatorial meşələr burada ifrat rütubətlənmə olduğu üçün insanlar tərəfindən sıx mənimsənilməyib. Savanna və seyrək meşələr təbii zonası bəli insanlar tərəfindən sıx məskunlaşmış ərazilərdir. Mülayim qurşağın iynəyarpaqlı meşələri və tundra meşə tundra əraziləri insanlar tərəfindən sıx məskunlaşmayıb, əsasən iqlimi soyuq olduğu üçün. Meşə çöl və çöllər təbii zonası insanlar tərəfindən sıx məskunlaşmış ərazilərdəndir. Çünki meşə çöl və çöllər təbii zonasında qara torpaqlar var. Qara torpaqlarda ən məhsuldar torpaqlar hesab olunur. Cod yarpaqlı həmişəyaşıl meşə və kolluqlar Aralıq dəniz sahilində yerləşir və insanlar tərəfindən sıx məskunlaşılıb. Musson meşələri və enli yarpaqlı meşələrdə Şərqi Asiyada əsasən musson meşələri, enli yarpaqlı meşələr isə əsasən mülayim iqlim qurşağında yayılıb və insanlar tərəfindən sıx məskunlaşılıb. Deməli, burada olmalıdır 2, 5, 6, 7 birinci sualın düzgün cavabı C bəndi olmalıdır. Dünyada təbii kauçukun istehsalına görə fərqlənən dövlətlər. Bunlar əsasən subekvatorial iqlim qurşağından bitkisi təbii kauçuk, yəni savanna və seyrək meşələr təbii zonasında yetişdirilir, xüsusilə də Cənub-Şərqi Asiya ölkələrində. Malayziya, İndoneziya, Şri-Lanka verilib A bəndində. Bəli, düzgün cavabımız da A bəndi olmalıdır. Digər variantlar isə uyğun gələ bilmir. Avstraliya burada düzgün olmur, Cənubi Afrika Respublikası, Argentina və yaxud da burada Venezuela uyğun gəlmir. Yəni düzgün cavab A bəndi olmalıdır. Sonra üçüncü sual. Seyrək meşə və hündür boylu otlardan ibarət olan təbii zona və onun yerləşdiyi iqlim qurşağı. Deməli, bu təbii zona savanna və seyrək meşələr təbii zonası olmalıdır. Bu təbii zonada yayılıb subekvatorial iqlim qurşağında. Yəni düzgün cavab D bəndi olmalıdır. Sonra selvasda bitən bitkilər. Deməli, selvas Cənubi Amerikadakı ekvatorial meşələrə selvas deyilir. Selvasda isə Heveya, kinə və papaya ağacı əsasən bitən bitkilərə misal göstərmək olar. Düzgün cavab B bəndi olmalıdır. 5-ci sual. Antropogen landşaft adlanır. Deməli, insanların təsərrüfat fəaliyyəti ilə olan, yəni insanın fəaliyyəti dəyişdirilmiş ərazilər antropogen landşaftlar adlanır. Yəni düzgün cavab B bəndi. Landşaftların təsnifatı nəyə deyilir? 6-cı sual. Deməli, landşaftlar sinif, yarım sinif, tip, yarım tip kimi qruplara bölünür. Yəni onlar oxşar əlamətlərinə görə qruplaşdırılır. Yəni burada cavab B bəndi olmalıdır. İnterzonal landşaft nədir? Deməli, landşaftlar üç cür olurdu. Zonal, azonal və interzonal. Interzonal landşaftlar əsasən yeraltı suların təsiri altında bir landşaftın daxilində başqa bir landşaft yaranırsa, bu interzonal landşaftdır. Yəni səhralardakı vahələr interzonal landşaftdır. Burada düzgün cavab olmalıdır. Təbii ərazi kompleksinin daxilində yerli amil asılı olaraq yaranan başqa bir landşaftdır. Yəni düzgün cavab C bəndi. Ətraf mühitin arası kəsilmədən müşahidə olunması sistemi adlanır. Bu ekoloji monitorinqdir. Yəni arası kəsilmədən müşahidə olunması ətraf mühitin ekoloji monitorinq adlanır. Sonra 9-cu sual. Ətraf mühitin ekoloji vəziyyətinin faciəli, müvazinət və böhran vəziyyətləri. Deməli, faciəli vəziyyət əsasən özünün əvvəlki vəziyyətinə bərpası qeyri-mümkün mühiti əks etdirir. Yəni, birə bura 5 gəlməlidir. Müvazinət vəziyyəti. Müvazinət vəziyyəti insanın fəal təsiri olsa da, təbiət özünü bərpa edə bilir. Deməli, 2-yə 4, 1-ə 5, 2-yə 4 olmalıdır. Böhran isə təbiətdə dəyişiklik dərəcəsi yüksək olsa da, ilkin təbii komponentlərin mövcudluğu hiss olunur. Yəni, düzgün cavab D bəndi olmalıdır. Sonra 10-cu sual. Ekoloji mühitin təbii, böhran və faciəli vəziyyətə uyğun gəldiyi əraziləri müəyyənləşdirməliyik biz. Deməli, mülayim qurşağın iynə yarpaqlı meşələri. Bu müvazinət vəziyyətidir. Burada müvazinət bizə lazım deyil. Çernobıl ərazisi kollaps vəziyyətidir. Arktik səhralar ekvatorial cənubliklər. Bu təbiidir, yəni 1-ə 3 olmalıdır. İri şəhərlərin kənarlarındakı faydalı xüsusun çıxarıldığı yerlər faciəlidir. Çöl meşə çöl savanna isə böhrandır. Yəni 1-ə gəlməlidir 3, 1-ə 3, 2-yə 5, 1-ə 3, 2-yə 5, 3-ə isə 4 şəklində Y olmalıdır düzgün cavab. Torpaqların əsasən
qış aylarında suvarılan ölkələr. Deməli, əsasən musson iqlim qurşağında torpaqlar qış aylarında suvarılır. Çünki musson küləklərin təsiri altında yay aylarında bol yağıntı yağır, amma qış ayları quraq keçir. Deməli, bizə musson iqlimi lazımdır. Musson iqlimi isə Hindistan, Bangladeş və Taylandda musson iqlimidir. Yəni, düzgün cavab A-bəndə olmalıdır. Pampa, prairie və qara torpaq çöllərin neçə yıldır müvafiq ölkələri müəyyən edin. Deməli, Pampa Cənubi Amerikada çölə deyilir, prairie Şimali Amerikada çöllərə, qara torpaq çölləri isə əsasən Avrasiyanın çölləri hesab olunur. Deməli, Pampa Argentina ola bilər, prairie ABŞ ola bilər, qara torpaq isə Rusiya. Yəni, düzgün cavab B bəndi olmalıdır burada. Suvarma əkinçiliyinin il boyu yayda və qışda tətbiq olunduğu təbii zonaların ardıcıllığını müəyyən edin. Deməli, suvarma əkinçiliyi il boyu tətbiq olunursa, bu əsasən quraq ərazilər olmalıdır, isti ərazilər olmalıdır. Yəni, tropik səhra və yarım səhralar olmalıdır. Sonra yayda suvarılırsa, cod yarpaqlı meşə və kolluqlar təbii zonası ola bilər. Savannalar isə qışda suvarılır, çünki o ərazilərdə yağıntılar yayda yağır, çünki yayda ekvatorialın, qışda isə tropikin təsiri altında olurlar. 14-cü sual. Çöl zonasının antropogen təsirə daha çox məruz qalmasının səbəbləri. Deməli, çöl zona əsasən düzənlik relyefdir, bəli, düzgün cavab kimi götürülə bilər. Sonra ekvatorial, subekvatorial xeyri mülayim iqlim qurşağıdır. İqlimin kənd təsərrüfatı üçün əlverişli olması, bəli, düzgündür. Münbit torpaqların geniş yayılması, bəli, bu da düzgün cavabdır. Bitki örtüyü və heyvanlar aləminin zənginliyi, çay və göl zəif olması. Əsasən, yəni, bitki örtüyü o qədər də heyvanlar aləmi çöl zonları o qədər geniş kimi götürülə bilmir. Əsas düzgün cavab burada 1, 3, 4 olmalıdır. Sonra 15-ci sual. Arktikada buz qatının qalınlığının Antarktidaya nisbətən az olmasının səbəbi. Yəni, bunun əsas səbəbi Arktikada okeanın olması, şimal buzlu okean. Antarktida isə materikin olması. Antarktikin ekvatorial yox. Antarktik soyuq, ötə soyuq isti cəryanlar xeyir. Yüksək, alçaq təzyiq xeyir. Arktikada buz su üzərində yerləşməsi və suyun böyük istilik tutumunun olması. Yəni, düzgün cavab burada D bəndi olmalıdır. Sonra Braziliya və Avstraliya pambıq və şəkər qamışı istehsalının məhsuldarlığının yüksək olmasının səbəbi. Deməli, əlverişli torpaq və iqlim şəraiti, genetik cəhətdən modifikasiya olunmuş sortların əldə edilməsi, düz günəş qədərsinin bolluğu, təkmilləşdirilmiş irriqasiya sisteminin mövcudluğu, dövlətin texniki bitkiçiliyin təsərrüfatda böyük həcmdə subsidiyalar ayırmaq. Yəni, burada bizə verilən variantlar əslində hamısı uyğun ola bilər, amma ən əsası isə çox məhsul olması əsas səbəbi genetik cəhətdən modifikasiya olunmuş sortların əldə edilməsidir. Yəni, düzgün cavab burada B bəndidir. Bazar düzü zirvəsindən Kür çayına kimi landşaftların tiplərinin müvafiq ardıcıllığı, landşaft tiplərinin müvafiq ardıcıllığını deməli, Bazar düzü zirvəsində nival qayalıq olmalıdır, nival buzlaq olmalıdır. Oradan biz aşağı insək, subalp alp çəmənlikləri, sonra dağ meşə, dağ çöl və yarım səhra şəklində olmalıdır. Düzgün cavab C bəndi. Trans-Amazon magistralının keçdiyi dövlətlər və birləşdirdiyi şəhərlər. Deməli, Trans-Amazon magistralı Braziliya və Peru, Recife və Lima şəhərlərini birləşdirir. Düzgün cavab Y bəndi olmalıdır. 19-cu sual. Yarım səhra, düzən meşə çəmən və dağ meşə landşaftdan yayıldığı əraziləri müvafiq ardıcıllıqla müəyyən edir. Deməli, yarım səhra landşaftı əsasən 3-ə uyğun gəlir. 3 yarım səhra landşaftıdır. Əslində, Acılar və Cərrançal yarım səhra landşaftı mövcuddur. Sonra düzən meşə əraziləri. Düzən meşə isə bizə və Samurda meşə şollar düzü 1 uyğun gəlir. Sonra dağ meşə əraziləri əsasən 2-yə uyğun gəlir. Deməli, 1-2 şəklində olmalıdır. Başlanğıc isə 3 yarım səhralar. Yəni, düzgün cavab burada B bəndi olmalıdır. Sonra Zəngəzur silsiləsindəki A məntəqəsinə aid olan əlamətləri müəyyən edin. Deməli, həmin əsasən görürük ki, biz 2800 metrə, 2700 metrə yaxın ərazidə yerləşir A məntəqəsi. Deməli, 2700-dən sonra artıq dağ tundra iqlimi başlayır. Deməli, soyuq iqlim hakimdir, bəli, bu ərazilər soyuq iqlim əraziləridir. Aqroiqlim ehtiyatları məhduddur, çünki bəli, iqlim soyuq olduğu üçün aqroiqlim ehtiyatları da məhduddur. Günəş radiasiyası çox aşağıdır, çox aşağı ola bilməz, çünki dağın zirvələrində günəş radiyasiyası düz olduğu üçün aşağı deyil, yuxarı olmalıdır.
Sonra qonur dağ meşə, bu əsasən orta dağlıqda yayılıb. Qonur meşə və dağ meşə, yəni bu cavab ola bilməz. Orta illik temperatur 10 aşağıdır. Bəli, soyuq ərazi olduğu üçün temperatur da 10 dərəcədən aşağıdır. Yəni düzgün cavab 2, 3, 6 şəklində olmalıdır. Bu da bizə Y bəndində verilib 2, 3, 6. Yəni düzgün cavab Y bəndi.